Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin doğum günü qeyd olunub. Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi qəhrəmanı xüsusi təyinatlı qoşun mənsubu olmuş şəhid kapitan Rəşad Abdullayevin 37-ci doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhid ailələri, veteranlar, Müdafiə Nazirliyinin ictimai birliklərin nümayəndələri, xüsusi təyinatlı qoşunlardan döyüş yoldaşları iştirak ediblər. Salam hörmətli tədbir iştirakçıları. Bugün xüsusi təyinatlı qüvvələrin kapitanı, aprel döyüşləri iştirakçısı, 2-ci Qarabağ müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı kapitan Abdullayev Rəşad Arifoğlunun anım mərasimi üçün toplaşmışıq. Tədbirə başlamadan öncə xahiş edirəm, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Mərasimdə Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Respublika Veteranlar Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov, xüsusi təyinatlı qoşun qazisi Qarabağ ordenli Famil Fərəcov, Cəlilabad rayon İcra Hakimiyyətinin şəhid ailələri və Vətən müharibəsi veteranları ilə işin təşkili şöbəsinin müdiri Füzuli Cəfərov, Vətən müharibəsi qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, xüsusi təyinatlı qoşunların qazi və şəhid ailələri, İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, yazıcı, publisist, prezident təqaüdçüsü Ədalət Salman və başqaları çıxış edərək Vətən müharibəsində qazandığımız zəfərdən şəhid kapitan Rəşad Abdullayevin şərəfli döyüş yolundan danışıblar. Gələn hər kəs salamlayıram. Var olun, şəhid ailələri var burada, şəhid analar var, onların əllərindən öpürəm, öz anam başlıqlarına minnətdaram, əmrimizə təşəkkür edirəm. Bugün ayın 15'i, Rəşadın ad günü ayın 14'ü idi. Ayın 15'de bizim için çok değerli bir gündü. 14 yıl önce Rəşadla mən bugün tanış olmuşam. Düz çətindir burada danışmaq Rəşad haqqında, bir o qədər də fəxirlidir. Herkesin bir sözü var ki, fəxr elə. Sağlığında fəxr edən insanla ölümündən də sonra fəxr eləmək çətindir. Əsas odur sağlığında fəxr eləmək. Biz Rəşadla sağlığında fəxr eləmişik. Ölümündən sonra fəxrin arxasında bilirsiniz nələr yatır. Körpə uşaqların gözlərində olan kədərlər yatır. Bir şəhid xanımın ananın gözünə baxıb atam hardadır deməyə yatır. Bugün şəhid xanım olmaq asan deyil. Burada Rəşadın iş yoldaşlarının da şəhid xanımları var. Cavan xanım olmaq biraz daha çox çətindir. Birdən dərdimi biraz yaddan çıxardıb gülürsən və yadıma düşür ki, sən şəhid xanımsan. Qıraqdan da baxan deyir ki, bu şəhid xanımdır. Düzdür, hər kəs deyir ki, şəhid ailələrinin haqqıdır bugün sevilmək, gəzmək. Biz o haqqı özümüzdə görə bilmirik. Niyə görə bilmirik? 32 yaşında bir igid torpaq altında yatır. Bugün biz də istəyərdik Rəşadı sağ ikən təbrik edək ki, həmişə xəyal edirdik ki, biz qocalanda nətər olacaq, üzünə qırışlar mı düşəcək, saçı mı ağaracaq. Amma heç birisini görmədik. O qədər uzaqlaşdıq ki, bir-birimizdən. Rəşadla mən o qədər uzaqlaşmışıq ki, aramızda torpaq barışıq.
Ancaq biz onunla o torpaq altında qovuşa bilərik və orada bilmirəm, ona layiq həyat yoldaşı olacaqmı torpaq altına gedəndə, həqiqətən də o cənnətinə qəbul eləyəcəkmi? O Tanrının işidir. Bu gün yaşanan bütün üçün fəxrdir. Biz hara getsək də övladları üçün Vətən müharibəsi qəhrəmanının övladı və yaxud da xanımı olmaq bu gün fəxrdir. Ata-anası üçün də. Hər bir ata-ana istəyər ki, oğul çiğnini geçsin torbağa. Amma heç kim istəməz ki, ata çiğnində oğul geçsin torbağa. Rəşadın adı özü bizim üçün bir fəxrdir və onunla da yaşayırıq. Sonda Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanın 44 günlük zəfər yürüşümüzün 5 illiyi ərəfəsində qələmə aldığı Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevə həsr olunmuş Murovun Aslanı kitabının təqdimatı keçirilib. Müəllif poema üzərində yaradıcılıq prosesi barədə danışıb, kitabın nəşrində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Tədbir vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə yekunlaşıb. Türk oldu dünyaya geldiği anda vətən sevgisini taşıyan qanda qəhrəman oğullar var olur hər